İqtisadiyyat Naziri də deyir ki, son 20 ildə 120 milyard pul xərcləmişik. 120 milyard regionların inkişafına. Hanı? Bu adamı belə 30 durub soruşarlar da, cənab nazir. Bu qədər pul xərcləmişsiniz regionlara. Eyvallah. Bax, regionların bu 20 ildə büdcənin formalaşmasındakı payı nə qədər artdı bəs? Nə dividend gətirirlər, nə verirlər? Xarici ticarətdəki payı nə qədər artdı? Məsələn, A rayonu fərqi yoxdur. Kürdəmin, Ucar, Balakən fərqi yoxdur. Azərbaycan istənilən rayonunu götürək. Yəni, bu qədər investisiya qoyulub da deyirsiniz. Eyvallah, çox sağ olun. Bax, həmin rayonun xarici ticarətdəki payı nə qədər oldu? Bir Antalyanın payını götürək, görün Azərbaycanın tamamından nefti çıxsaq, Azərbaycanın tamamından çoxdur. Tamamından çoxdur, ha? Bir Antalya. Yəni, bax, budur məsələ. Bax, bu indikatorlar qoyulmayıb bu günə qədər. Və pul xərclənib, çünki rahat komfort zonadaydı. Neft çox idi, qiyməti baha idi. Elə də yaşa özün üçün, necə deyərlər. İndi gəlib işləmək zamanına çatır. İşləmək zamanında odur ki, Azərbaycandakı islahatlar, iqtisadi vəziyyətin düzəlməsi üçün birinci növbədə idarəetmə, hüquq mühafizə və məhkəmə sistemində ciddi və köklü islahatlar lazımdır. Məhkəmə çox ləng işləyir. Və başqa bir problem sizə deyim də, məsələn, dünyada nadir ölkələrdə bu belədir. Məsələn, vergilər xidməti, vergi xidməti. Kifayət qədər şəffaflaşıb. Bəli, başdan onu da deyim. Kifayət qədər. Əvvəlki 10 il var, 15 ilə qədər. Amma problem nədir? Onların o qədər səlahiyyəti var ki. Məsələn, onlar gəlir, məktub göndərir şirkətə ki, 5 gün ərzində sizin bizə təqdim etdiyiniz bəyannamədə yanlışdır. Siz düz hesablamamışsınız vergini. 5 gün ərzində bunu düzəldir. Düzəldə bilmir də, burada 5 günə böyük şirkətlər var da, işləyə bilmirlər. Həmən götürür hesabına blok qoyur, həmən hesabını bağlayır. Və özü hesabladığını, məsələn, sən hesablamısan şirkət rəhbəri olaraq ki, sən 5.000 borcun var vergiyə, o deyir 15.000-dir. Sübutsuz, zadsız, məktub göndərir ki, sənin 15.000 borcun var. Hesabını bağlayır, 15.000-i silir. Sən verirsən məhkəməyə. Məhkəmə çəkir nə qədər? 7 ay, 8 ay, bəzən 1 il. Və 1 ildən sonra sən uda da bilərsən məhkəmə, udanlar da var. Deyirsən, indi vergi xidmətində ki, qardaş, mən uddum da, pulumu qaytar. Deyir, yox, qalıb da orada. Gələn olsa da vergi verəsi də ölsən. Bu, hər addımda baş verir, ha. Təsəvvür edirsiniz, bunu Qazaxstanda ya Özbəkistanda etmək mümkün olsun? Mümkün də öyle. İnsanların öz vəsaitinə çıxışına məhdudiyyət qoyublar. İş adamları ay ərzində cəmi 30.000 pulu nəqdləşdirə bilirlər. Bunu da fetişə çeviriblər, mən bunu anlaya bilmirəm. Nəqd pul bəyəm narkotik satdır. Nəqd pul dövlətin konstitusiyasına görə bizim hamımızın istifadə etməyə legal ödəniş vasitəsi deyil. Nə fərqi var ki onda? Adam var, məsələn, avtomobil biznesi ilə məşğuldur da. Gelib 5 dənə, 10 dənə maşın gətirib. Gətirib satıb, o üçünü satıb, hesabında 100.000 pul var. İndi ödəməlidir də. Nə bunu dollara çevirməyə imkan verirlər, nə nəqd çıxartmağa imkan verir, 30.000, ayda 30.000-dən artıq çıxar. Bu mənim vəsaitimdir, konstitusiyon hüququmu pozursunuz, siz. Sizin nəyinizə lazımdır, çıxarıb yandıracam mən, dəliyəm. Sizin nəyinizə lazımdır ki, mən o pulu hara xərcləyəcəm? Mənim pulumdur, vergimi vermişəm, bu mənim 100.000 hesabımda pul var. Mən o 100.000-i niyə həmin ay çıxarda bilmirəm ki? Hansı qaydada yazılıb bu? Qoymurlar, deyirlər, ya 30.000. Yenə deyirəm, bax, çıxardacam o pulu səpəcəm. Apar kasıblara paylayacaq. Sizə nə var? Bax, bu məsələlər düzəlməyəndə iqtisadiyyat da düzəlməyəcək də. Və kənd təsərrüfatı prioritet elan oldu. Agrar sektor, neçə dənə qanun qəbul edildi, qaydalar qəbul olundu, subsidiyalar, hər şey. Nə oldu? Ət bahalaşdı. Somalidən ət gətirəsi oldu. Ərzaq bahalaşdı. Gələn baxıram, elə Livandan ət alırıq. Nə bilim, elə əcaib ölkələrin adları var ki... 5 ildir. Biz ən böyük arzularımızdan biri nə idi? Allah'a min şükür. Torpaqlarımız işğaldan azad olundu və bizim o bölgələrimiz maldarlıq üçün idealdır da. Kəlbəcər olsun, Laçın olsun, Qubatlı olsun, idealdır. Biz düşünürdük ki, orada malqaranın sayı artacaq, ətin də ucuzlaşması olacaq. Gəlin, baxaq da bu 5 ildə nə olub? 5 ildə 300 minə yaxın iri buynuzlu malqaranın sayı azalıb. Azalıb. 1,5 milyona yaxında qoyun keçinin sayı azalıb. Bəlkə ki, kənd təsərrüfatı naziri. Biz özünüzə sual verin də, niyə azaldı ki? Nə baş verdi ki? Dünya göydən meteorit düşdü. Nə baş verdi? Niyə bulan sayı azalıb? Deməli, problem var da. Problem örüş yerlərindədir. Problem yem bazasındadır. Problem
xəstəliklərdədir, doğru müalicə olunmamaqdadır, baytarlıq xidmətindədir. Ən vacib problemlərdən də biri odur ki, insanlar bezir problemlərdən, dəyər dəyməzinə mal qarasını satır, Baxmır daha. gəlir Bakıda tikintidə işləmək. Vəssalam. Budur məsələ. Biz onlara əksinə o qədər qazandırmalıyıq ki, mal qara ilə. Çox ağır sahədir də, çox ağır sahədir. Onlar o qədər qazanmalıdırlar ki, nəinki Bakı haqqında düşünməməlidirlər, düşünməlidirlər ki, yaxşı, yorularam, pulum da var, qazanmışam da, gedib bir həftə Antalyada dincələrəm, bir həftə Praqada dincələrəm, dünyanı gəzərəm. Fermer elə yaşamalıdır. Bizdə fermer sürünür, yaşamır. Və sonra bilirlər ki, bu niyə tənbəldir. Bəzi deputatlar var, mənim də debatlarda da deyirlər ki, bizim xalqımız tənbəldir də, işləmək istəmirlər. Boş söhbətdir. Bu xalqın nümayəndəsi gedir Rusiyada 30 dərəcə şaxtada pul qazanır. 60 dərəcə Sibirdə. Bəli, pul qazanır. Amma siz deyirsiniz ki, bunlar tənbəl zat deyirlər, heç şərait yaratmırsan. Yəni, hökumətin elan elədiyi bütün bu prioritet proqramlar niyə işləmir? Ona görə yox ki, ancaq belə deyim də məmurların savadı yoxdur. Xeyr, sistemin özü yanlışdır. İdarəetmə sisteminin özü, nəzarət sisteminin özü, məhkəmə sisteminin özü yanlış işləyir. İndi ötən gün prezidentin yerli kanallara müraciəti oldu. Bəli. Orada da müəyyən məsələlər, mesajlar verildi. Həm belə bir təəssürat yarandı ki, Şərqi Zəngəzurda, Qarabağdakı idarəetmə bütün bölgələrə tətbiq olunacaq. Bunu bir iqtisadçı kimi necə izah edirsiniz? Mən istəyirəm ki, tamaşaçılar çünki soruşurlar, yazırlar ki, o hansı idarə etmədir? Bəziləri deyir ki, icra hakimiyyətləri ümumiyyətlə ləğv olunacaq, daha az tərkibdə, daha effektiv bir metoddan gedir. Yəni bu işləyəcəkmi sizcə? Mən belə danışaq da. Bu işləmir indiki sistem. Prezident özü də etiraf edir. Deyir ki, nə qədər icra başçısı çıxardıram, təyin eləyirəm. Nəsinin başçısına da danışdıq, 47 gün öhdəsindən gəlmirlər. Neçəsi həbs olunub, doğrudan da 8-9 icra başçısı da həbs olunub, bugün son illəri götürürsə. Yəni, bu sistem işləmədiyi dəqiqdir də, düzdürmü? Bunu qoyuruq qırağa ki, bu sistem işləmir. Deməli, yeni bir sistemə ehtiyac var. Yeni sistem deyəndə mən nəyi nəzərdə tuturam da? Biz bu haqda nə qədər çox illərdir danışırıq. Azərbaycan prezidentinin fərmanı ilə ölkədə 14 iqtisadi rayon yaradılıb. Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan da bura daxil. Bu çox yaxşı bir, belə deyək də, təməl yaradır. Azərbaycan kimi kiçik, Azərbaycan yeni gəlmişkən, onu da deyim ki, yeganə ölkəli postsovetdə SSR dağılandan bəri inzibati ərazi vahidinə əl dəyməyib, dəyişməyib. Gürcüstan dəyişib, Ermənistan dəyişib, Rusiya dəyişib, Qazaxıstan dəyişib, hamı dəyişib. Biz dəyişməmişik. Sovet vaxtı nə rayon var idi? O rayon. Sovet vaxtı birinci katibi idi, adını qoyduq icra başçısı. Və salam, həmin binada da otururlar hələ. Yəni, heç dəyişən bir şey yox. Bu inzibati ərazi vahidini dəyişmək lazımdır. Niyə dedik bu balaca 86,6 min kvadrat kilometr ərazini? Bu qədər rayon bizim nəyimizə lazımdır? Bakının da rayonlarını saysaq 70-dən 80-ə yaxındır. Gəncədə var, Bakıda var, rayonlarda, onlar da saysaq. Niyə lazımdır ki? Deməli, bu birləşdirilməlidir ki, məntiqi idarəetmə sistemi qurulsun və xərclər də azalsın da, başımızın üstündə duran məmur sayı azalsın ən azından. 14 iqtisadi rayon olur inzibati ərazi vahidi. Hərəsinin də öz mərkəzi. Məsələn, Xankəndi olur Qarabağın mərkəzi, Naxçıvanda zaten var, Şərqi Zəngəzurda olur, Zəngilan və ya Qubatlı və ya Bağdan fərqi yoxdur. Eyni şey Lənkəran bölgəsinə də aiddir ki, Lənkəran olur, Şimal bölgəsində Quba olur. Bu niyə vacibdir də? Biz çox şikayətlənirik ki, bizdə, belə deyək də, Bakı şəhəri dağılır. Bakı şəhərində yaşamaq mümkün deyil. Bakı şəhəri patlayır, insan çox, iş yerləri problemi var, nəqliyyat problemi var, tıxac problemi var. Bilirsiniz niyə? İstənilən ölkənin bölgəsinə gedin, şəhər deyəndə hamı Bakını nəzərdə tutur. Bizim ikinci şəhərimiz yoxdur. Üçüncü şəhərimiz yoxdur. Əsl sözün mənasındakı şəhər. Və bunlar şəhərləşməlidir də, Xankəndi yarım milyon, Gəncə yarım milyon, bəlkə də 1 milyon, Mingəçevir, gözəl yeri var da. Böyük də sahəsi var. Niyə olmasın yarım milyonluq? Ölkənin cazibə mərkəzləri yaradılmalıdır. O cazibə mərkəzinin yaradılması üçün də, iqtisadi aktivliyi üçün də idarəetmənin özünün məntiqi dəyişməlidir də. 14 iqtisadi rayon olur inzibati ərazi vahidi, prezidentin şəxsi nümayəndəliyi institutu və hökumət. Yerli hökumət, prezidentin şəxsi nümayəndəsinə tabi olan hökumət. Bunun adını nə qoyursunuz qoyun, valiliyi institutu qoyun, başqa bir institutda qoyma olur. Amma indi rahat anlaşılması üçün deyirəm. Amma
Yerdə qalan o yerli xırdalı rayon mərkəzi, qəsəbə, kənd, onlar bələdiyyənin olmalıdır, idarə etmək. Niyə qorxuruq ki bundan? Verək də bələdiyyələrə. Düz deyək, bələdiyyənin adı bədnam çıxıb, torpaq satan qurum kimi çıxıb, amma biz elədik də onu. Bələdiyyə ilə fikirləşilməmişdi ki, bələdiyyənin səlahiyyətlərini kəsdik. Yerli icra nümayəndəsi bələdiyyə, seçilmiş bələdiyyə oturur, İcra hakimiyyətinin təyin etdiyi yerli icra nümayəndəsi gəlib qapını təpi ilə vurur, açır, deyir ki, get filan şeyi, orada zibil var, onu təmizlə. Halbuki bu seçilmişdir, bu təyin olunmuşudur. Təyin olunmuşu gəlib seçilmişə deyir, dur bas bayra. Bu sistem ona görə də işləmədi də. Onlar da gördülər ki, heç bir imkan yoxdur, getdilər torpaq satmağa. Bax, onlara səlahiyyət və məsuliyyət verməlidir və mərkəzi hökumətin özünün də işi yüngülləşəcək. Məsələn, bugün prezidentin saytına girirsiniz, ərizələr, şikayətlər bölümünə baxın. Ölkənin hər yerindən orada yazırlardı. Hər yerindən yazırlar ki, su çatmır, qaz işləmir, yol pisdir, daxili yollar, kənd yollar. Amma prezident niyə məşğul olmalıdır ki bu ilə? Bununla məşğul olmalıdır yerli bələdiyyə. Səlahiyyət də verək onlara, maliyyə də verək onlara. Özümüzdən velosiped də icad eləməyək, götürək, qardaş, Türkiyə modelini tətbiq edək də. Nə çətin şey var ki? Mən bunu sizin efirdə də demişdim də, Azərbaycanın bütün bələdiyyələrinin büdcəsi keçən il 51 milyon manat idi. 51 milyon manat. Bir tək Rizə şəhəri var, balaca şəhərdir Türkiyədə. Onun büdcəsi 80 milyon dollar. Bələdiyyə büdcəsi. İstanbulun bələdiyyə büdcəsi Azərbaycan büdcəsindən çoxdur. Yəni, söhbət ondan gedir ki, biz baxdıq bu sistemli elə bir ki, Azərbaycan hökuməti çəkinir belə köklü islahatlardan ki, işləyir də indi. Bir işləməyəndə də burasını rəyləyir, işlədəcək. Amma işləmir. Sistem işləmir artıq. Və işləməyəcək də. Çünki bəzi məqamlar var ki, orada köklü islahatlar olmadan mümkün deyil. Kadr məsələsi önəmlidirmi? Önəmlidir, bəli. Amma kadr həlledici deyil. Əsas sistemdir. Çünki məsələn, pis bir məşqçini futbolda gətirin, 11 dənə yaxşı oyuncu verin, sistem qura bilməsə, o oyuncular yaxşı oynaya bilməyəcək. Eyni şey iqtisadiyyata da aiddir. Çox yaxşı nazirlər də qoymaq olar. Amma oyun qaydaları dəyişməyincə, onların da verdiyi nəticə doğru olmayacaq. Azərbaycanda bax, bununla bağlı çox ciddi problem var və mən düşünürəm ki, bizim bir yol ayrıcındayıq indi. Neft, qaz çox gözəl. Allahın lütfüdür. 5 manat olar 5 manat, 10 manat olar 10 manat. Amma neftsiz, qazsız yaşamağı öyrənməliyik. Biz bunu öyrənə bilmədik.